Salam mənim kanalımın seyirciləri. Yenə gecə yarıda keçib, səhərə yaxındır. Bundan əvvəl çəkdiyim videonun arxası kimidir, davam kimidir. Bundan önceki videomda mən demişdim ki, insan da yer üzərində olan bütün predmetlər kimi yanır, asta-asta da olsa yanır və nə qədər qidanı tənzimləyirsənsə, konkret ac qalmaq özünə stres yaratmaq yox. İndi gətirib kortizola çıxardacam mı? Baxmayaraq ki, mənim tibbi təhsilim yoxdur. Qidanı regulyovka eləyib, tənzimləyib, özü formaya gətirə bilərsən də. Yanırsansa, qida yiyirsənsə, çox yiyirsənsə, nəyəsə dözmək üçün və yaxud da ki, xəstəliyə, stresə, həddən artıq çiynimə düşən işi görməyə, əlbəttə ki, bu yanmağı tənzimləyən rıçaqlar da yaradıb Allah Teala. Qidanı azaltmaqla vacib deyil ki, yəni qidadan imtina eləyəsən. Elə qidalar yeyə bilərsən ki, ürəyin axmasın da, o kalorini ala biləsən, kökəlməyəsən də. Digər tərəfdən bu videonu çəkməkdə əsas məqsəd kortizol haqqında danışmaqdır. Böyrək üstü vəzin ifraz elədiyi hormon. Kortizol bizim ən qədim instinktlərimizdən doğan bir hormondur. Qaç və yaxud da qal vuruş anlamında komandanı verən bir hormondur. Və stres halı yaşayanda bu həddən artıq çoxalır kortizol. Kortizol həddən artıq çoxalanda kökəlirik. Kortizol həddən artıq çoxalanda ikinci tip şəkərli diabet yarana bilər. Mənim əvvəlki videolarımdan görmüsünüz. Mən osteoxondrozdan, qrijadan, protruziyadan əziyyət çəkirəm. Və bu problemlərimi, sağlamlıqla bağlı problemlərimi aradan qaldırmaq üçün bir çox dəzgahlar filan da düzəltmişəm. Amma və kilolarla dərmanlar, iynələr qəbul eləmişəm və sırf Allaha xətir deyirəm ki, çəkimi azaltmaq qədər heç nə, o qədər düzəltdiyim stanoklar, iynə, dava, dərman, hərəkətlər, gimnastika çəki azaltmaq qədər yaxşı təsir göstərməmişdi. Sağlam olun, bu qədər.